prezident İlham Əliyev və James David Vance'in imzaladığı strateji tərəfdaşlıq xartiyası Amerika-Azərbaycan münasibətlərinin strateji mərhələyə keçidini rəsmiləşdirdi. Sənəddə əks olunan detallar da bunu təsdiq edir. Regional bağlantılar, o cümlədən enerji, ticarət və tranzit başlıqlı birinci bölmədə 3 məqam xüsusilə əhəmiyyətlidir. Birinci, Azərbaycanın Naxçıvana maneəsiz keçidi, Trump marşrutu layihəsi, yəni Zəngəzur dəhlizi Bakı və Vaşinqtonun strateji hədəfi olaraq rəsmiləşdi. Bu layihə Vaşinqton razılaşmalarında öz əksini tapmışdı. Daha sonra Trump marşrutu layihəsinin icrası ilə bağlı Amerika-Ermənistan sənədi imzalandı. İkitərəfli sənədin imzalanmasından sonra rəsmi İrəvan Zəngəzur dəhlizinin keçdiyi ərazidə suverenlik prinsipi üzərində xüsusi dayanır, maneəsiz keçidin üzərindən keçməyə çalışırdı. Bu, erməni ictimai rəyinə hesablanmış mövqe olsa da, Bakı üçün Naxçıvana maneəsiz keçid razılaşmasının Vaşinqtonla rəsmiləşməsi Amerikanın qarantiyasının bir daha təsdiqi əhəmiyyətli idi. Strateji tərəfdaşlıq xartiyasının mətnində qeyd olunur ki, Amerika və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına maneəsiz bağlantını təmin edəcək. İkinci, Bakı və Vaşinqton mülki nüvə əməkdaşlığını dərinləşdirməyi planlaşdırır. Bu, Azərbaycana nüvə enerjisi hədəfinə çatmaq, eləcə də Amerikanın milyardlarla investisiyasını cəlb etmək imkanı qazandırır. Vaşinqton İrəvanla imzaladığı müqaviləyə əsasən Ermənistanın nüvə enerjisi sektoruna 10 milyard dollar sərmayə yatıracaq. Üçüncü, Azərbaycan və Amerika kritik mineralların orta dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaq istiqamətində əməkdaşlıq edəcək. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiya regionundan mineralların daşınmasını planlaşdırır və burada Azərbaycanın tranzit rolu həlledici olacaq. Bu, Bakıya təkcə tranzit imkanlarını genişləndirmək yox, həm də minerallar uğrunda genişlənən qlobal rəqabətdə yer almaq və maraqlarını təmin etmək şəraiti yaradır. Sənədin mühüm hissələrindən biri Amerika Birləşmiş Ştatlarının orta dəhliz marşrutundakı planlarını Azərbaycanı üzərindən qurması, Bakını bu coğrafiyada əsas strateji tərəfdaş kimi qəbul etməsidir. Xartiyanın iqtisadi sərmayələr, o cümlədən süni intellekt və rəqəmsal infrastruktur adlanan ikinci bölməsindəki razılaşmalar Azərbaycanın önündə Amerika Birləşmiş Ştatlarının yüksək texnologiyalarına çıxış və investisiya imkanlarını açır. Üçüncü bölmədə isə təhlükəsizlik əməkdaşlığı əks olunur. Burada qeyd olunan razılaşmalar Amerika Birləşmiş Ştatlarının regional sülhdə və Azərbaycanın təhlükəsizliyində zamin rolunu formalaşdırır. Bakı isə beynəlxalq təhlükəsizliyin təmin edilməsində və sülhməramlı missiyada Vaşinqtona dəstək verəcək. Ən önəmli hissə iki ölkə arasında müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək razılaşmasıdır. Bu, Azərbaycanın müdafiə sənayesində Amerika texnologiyasından istifadə etməsi ilə yanaşı, Amerika Birləşmiş Ştatları istehsalı olan hərbi təyinatlı məhsulların alınması imkanlarını da genişləndirir. Və Trump administrasiyasında 907-ci düzəlişin tamamilə ləğv edilməsi marağını gücləndirə bilər. Təhlükəsizlik əməkdaşlığı Amerika Birləşmiş Ştatlarının Azərbaycana minalarla mübarizədə maliyyə və texnoloji dəstək verməsini də nəzərdə tutur. İnstitusional çərçivə və tətbiq adlanan 4-cü bölməyə əsasən Amerika Birləşmiş Ştatları və Azərbaycan iqtisadiyyat və ticarət, enerji, bağlantılar, Avropa İttifaqı və rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə daxil olmaqla əməkdaşlıq sahələri üzrə işçi qrupları yaradacaq. Və Bakı-Vaşinqton xəttində təmaslar intensiv şəkildə davam etdiriləcək. Sənəd Azərbaycanla münasibətlərə, eyni zamanda Cənubi Qafqaza yanaşmasını əks etdirir. Vaşinqton üçün regionda, eyni zamanda orta dəhliz coğrafiyasında əsas strateji tərəfdaş Bakıdır. Siyasi şərhçi Asif Nərimanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.